Salam yoldaşlar, hazırladığımız belə bir suala baxaq. Bizdən doğru fikirləri istəyir. Qeyri-müəyyən təsirli halın əlavəsi ola bilər. Bu fikir doğru fikirdir. Məsələn, deyərəm ki, mən kitab, yəni lazım olanları aldım. Burada qeyri-müəyyən təsirli halın əlavəsi işləndi. Ara sözün tərkibində əlavə ola bilməz. Bu səhv fikirdir. Çünki deyərəm ki, Azərin, yəni dostumun fikrincə imtahan nəticələrim yaxşıdır. Burada ara sözün tərkibində əlavə işləndi. Mübtədası təsəvvür olunan cümlə adlı hallı ismin müstəqil cümlə üzvü olduğu cümlədə ola bilər. Bu nə zaman baş verir? Adlı hallı isim təyin rolunda çıxış edəndə. Məsələn, deyərəm ki, ipək parça aldı. Burada o mübtədası ixtisar olunub, ipək sözü təyin rolundadır və adlı haldadır. Ona görə bu fikrimiz doğrudur. Modal söz ortada gələndə hər zaman hər iki tərəfdə vergül işlənər. Bu səhv fikirdir, çünki modal sözün sol tərəfində bəzən vergül tələb etməyən bağlayıcı gələndə modal sözün sol tərəfində vergüldən istifadə etmirik. Məsələn, deyərəm ki, Əli getdi və beləliklə hər şey bitdi. Burada beləliklə sözünün sol tərəfində və bağlayıcısı gəlib. Bilirik ki, və bağlayıcısının sağ tərəfində vergüldən istifadə etmirik. Ona görə bu fikrimiz səhv fikirdir. Bir sıra bir çox saylarından sonra gələn isimlər yalnız cəmdə olur. Bu səhv fikirdir, çünki bir sıra bir çox saylarının izah etdiyi isimlər cəmdə olmalıdır. Məsələn, deyərəm ki, bir çox ipək köynək aldım. Məsələn, burada ipək sözü cəm şəkilçi qəbul etməli deyil. Köynək sözü cəm şəkilçi qəbul etməlidir. Belə olmalıdır ki, bir sıra ipək köynəklər aldım. Belə olmalıdır. Telegramda imzadan istifadə olunmur. Bu səhv fikirdir, çünki Telegramda xüsusi telegramlar var ki, dövlətlər arası telegramlarda burada prezidentin imzası olur. Ona görə bu fikirdə səhv fikirdir. Cavabımız olar D bəndi.